Yenə Binə qəsəbəsindəyəm. Ləzzətli bu dəfə çay qonaqlığındayam. Gəlmişəm Nicatının emalatxanasına. Nicat, salamlar olsun. Salam aleyküm. Səni xoş gördük bu gözəl emalatxanada. Bu gördüyünüz emalatxana bərk yanmışdı, külə dönmüşdü. Nicat sağ olsun emalatxananı qutu kimi səliqəli, hər şey yeni. Alətlərə fikir, hamısı qəşəng. Bu demək deyil ha, bunlar təzədir. Bunlar baxılır sadəcə, hamısına diqqət olunur. İşlətdin, toz oldu. Kisdən gedir. Kislə. Yüngül yağa batırırsınız. Taxta yağı da olar. Elə bil ki, təzə almışsan. Mən üçün bunu göstərim. Açıq esbabımı mən yoxlamamışdım. Kislə heç vaxt yoxlamamışam. Mən masiv ağaclarla qutular hazırlayıram. Əsas işim qutu istehsalıdır. Qutu istehsalı. Qutu və taxtadan dekorlar deyim də belə. Dekorlar görənlər çoxdur, amma qutu istehsal edənimiz yox idi. Tam qutu istehsalı. Nicat bu məsələni rişət eləyir. Ləzzətli və Çiçəklərinə yardım üçün gedir. gözəl, yardım üçün gedən vaxt belə küçə itləri üçün yuvalardır. Qəşəng. Emalatxananı da yenidən restavrasiya edirəm. Bunlar qoz ağacının ortası o ispedən. Gedəcək bunların qapıları. Elə bil M-Topun mağazasındayıq. Hər şey M-Top. Oo, Drujba da var burada. Məşhur. Məşhur Drujba.